İyul ayının sonlarında hansı proses baş verəcək? Deməli, Alman modelinin göstəricilərinə baxıram. Daha sonra isə ECMWF-in və digər qlobal nüfuzlu modellərin göstəricilərinə tanış olacaq. Bu Alman modeli digər modellərə baxanda, yəni region ərazisi üçün daha dəqiq model sayılır. Çünki bunun toru, yəni göstəricisi NOAA modellərindən daha dəqiqdir və regionumuz üçün uyğunlaşan bir modeldir. İyul ayının 26-sında əvvəlcə də bildirdiyim kimi Xəzər dənizində, yəni Xəzərin şimalına doğru burada Böyük Qafqaz rayonlarında siklon sistemi olacaq. Bu da siklonun sağ qolu ilə güclü cənub külələrinin iyul ayının 26-sında Quba, Xaçmaz, Şabran, Siyəcən ərazisində əsməsi gözlənir. Bu da Quba, Qusarın dağ kəndlərində iyul ayının 26-sında modellərin göstərmədiyi bir qəfil, leysan, dolab ildırım prosesləri ola bilər. Çünki isti hava, rütubət hava sürətlə dağlara doğru çırpınacaq. Xaçmaz, Şabran, Siyəcənin dəniz sahili düzənlik ərazilərində iyul ayının 26-sında güclü cənub külələri əsəcək. Bu proses əslində Bakıda güclü şimal külələrinin əsməsi siqnalları artıq göstərir. İyul ayının 26-sından 27-dən keçən gecə artıq baxın, bu siklonun deməli artıq sol qolu, baxın burada Moskva istiqamətindən bu siklonun sol qolu, baxın burada böyük bir sürətlə artıq Abşeron ərazisində doğru yayılması gözlənilir. Nəticədə iyul ayının 27-sində Bakıda güclü və şiddətli şimal külələrinin əsməsi gözlənir. Küləyin maksimal sürətinin Bakıda iyul ayının 27-sində 70-110 km/saata qədər güclənməsi, şiddətlənməsi potensialı var. Bu da narıncı xəbərdarlığa uyğun güclü bir külək deməkdir. Bakı şəhərində, Sumqayıtda və ətrafı qəsəbələrdə, Abşeron və ətrafı qəsəbələrdə. Xəzər dənizində isə, açıq dənizdə isə bu artıq qırmızı xəbərdarlığa uyğun bir şiddətli şimal küləyi, artıq bu fırtına səviyyəsində bir qasırğa deməkdir. Bu proses nəticəsində iyul ayının 27-sində bir daha bildirirəm ki, Bakıda ciddi bir güclü külək nəticəsində dağıntıların yaranması potensialı var. Ağacların zədələnməsi, bəzi ağacların aşması, yüngül yarıtikillərin, konstruksiyaların aşması potensialı var. İyul ayının 27-sində, yəni əgər yeriniz varsa, avtomobilləri qapalı yerlərdə saxlayın, açıq yerlərdə ağacların aşması, elektrik xətlərinin qırılması, bəzi zəif divarların belə, yəni bəzi zəif dayağı olmayan divarların aşması potensialı var. Bu çünki çox şiddətli bir şimal küləklərindən müşahidə ediləcək. Yəni bu proses haqqında, yəni bu proses əgər orta troposferdəki rütubətlə toqquşarsa, o həmin günü bilinəcək. Birbaşa peyk məlumatların tədbiri əsasında Bakıda yəni potensial bir iyul ayının 27-sində şimal küləklərlə bərabər bir deməli lokal ildırım və leysan potensialı var. Bəli. Deməli burada baxın, troposferin orta qatlarındakı siklon və antisiklonların ümumi tendensiyasına mən bu modeldə baxıram. Deməli burada nə göstərir? Orta troposferdə iyul ayının 27-si tarixində baxın burada mövsümdən kənar bir sərin hava dalğası, yəni ekstratropik siklon sisteminin sol qolunun Ukrayna ərazisindən mövsümdən kənar bir sərin hava dalğasının Şimali Qafqaza daşması, Azərbaycan ərazisində, Cənubi Qafqazda, Xəzərin cənubunda və xüsusilə də bu Cənubi Azərbaycan ərazisində orta troposferdə bir antisiklon sisteminin aktiv inkişafı gözlənir. Antisiklonun deməli qərb qolu və şimal qolu Xəzər dənizi ərazisindən, baxın burada diqqətlə baxında, orta troposferdə antisiklonun qərb və şimal-qərb qolu Xəzər dənizindən böyük bir sürətlə yağış buludlarının Bakı ərazisinə doğru daşınması potensialı var. Deməli, iyul ayının 27-sində Bakıdan nağd olaraq şiddətli şimal küləkləri əsəcək. Bu, ciddi fəsadlara səbəb olacaq. Çünki artıq narıncı xəbərdarlığı və ondan da güclü bir küləklərin əsməsi gözlənir. Orta troposferdə isə baxın, burada antisiklon sisteminin təsirindən Xəzər dənizindən davamlı rütubətin Bakıya doğru daşınması, bu da Bakıda lokal bir buludlanma, şimşək və yağış potensialı var. İyul ayının 27-sində birbaşa peyk məlumatların tədbiri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Avropanın ECMWF orta mənzilli hava təqaüd mərkəzinin superkomputer modelinin və ansambl modellərinin birləşdirilmiş məlumatların təhlillərinə əsasən iyul ayının son günlərində baxaq hansı proseslər orta troposferdə baş verəcək.
İyul ayının sonuna doğru, bakın Avropanın şimalından yayılan mövsümdən bir ekstratropik siklon sisteminin gətirdiyi sərin hava dalğasının Türkiyə arasına daxil olması və Türkiyə qavuşlarının kəskin pisləşməsinə, yəni mövsümdən bir payız fəslinə uyğun bir soyuma yaratması gözlənilir. İyul ayının 26'sına doğru bu proses Şimali Qafqazdan Cənubi Qafqaz, Azərbaycan arasına doğru yaxınlaşacaq. Böyük Qafqaz, Gəncə, Qazax, Kiçik Qafqazda iyul ayının 26'sı akşama doğru lokal 15-17 km radiusda ildırım, leysan və dolu proseslərinin təkrarlanması potensialı var. Bu barədə birbaşa pej məlumatların tədbirləri əsasında son dəqiqə məlumatları kanalda yayımlanacaq. Bu proses artıq iyul ayının deməli 26'sı axşama doğru Xəzər dənizinin şimalından güclü mövsümdən bir sərin hava dalğasının keçməsi nəticəsində iyul ayının 27'si artıq Bakıda güclü şimal şölənin əsməsi gözlənilir. Deməli, baxın, belə baş verəcək. Xəzər dənizinin cənubunda antitsiklon sistemi gözlənilir. Xəzər dənizinin şimalında isə mövsümdən kənar soyuq hava dalğası gözlənilir. Xəzər dənizinin şimalında deməli troposferin 1100-1400 metr yüksəkliyində Xəzər dənizinin şimalında havanın temperaturu 16 dərəcə qədər azalacaq, yəni kifayət qədər sərin keçəcək. Xəzər dənizinin cənubunda isə 1100-1400 metr yüksəklikdə havanın temperaturu 28-32 dərəcə qədər yüksələcək. Deməli, Xəzər dənizinin cənubu ilə Xəzər dənizinin şimalındakı yüksək temperatur fərqi, yəni həm sərin, həm isti hava dalğalarının akşam arasında bir-birlərin toqquşması nəticəsində iyul ayının 27'sində Bakıda şiddətli şimal şölünün əsməsi və narıncı hava dalğalarına uyğun bir fəsadların yaranması potensialı var. Xəzər dənizində isə iyul ayının 27'sində açıq dənizdə qırmızı hava dalğalarına uyğun bir şimal şöllərinin fırtınanın qopması potensialı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Və bu prosesdən sonra isə avqust ayının birinci həftəsində Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi potensialı var. Çünki avqust ayının, baxın burada, avqust ayının birinci həftəsindən doğru Rusiyanın, baxın, qərbində geniş bir ekstratropik tipli mövsümdən kənar bir sərin hava dalğasının formalaşması və bu sistemin sol qolu ilə sərin havanın Xəzər dənizinin, deməli, Qafqazın şimalından Xəzər dənizinin şimalından Azərbaycan arasında doğru mövsümdən kənar bir sərin hava dalğasının daşıması potensialı var. Deməli, avqust ayının birinci həftəsində potensial olaraq Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi prosesləri gözləniləndir və bu proses haqqında yenilənmiş məlumatların tədbirləri kanalda yayımlanacaq. Avropanın ECMW, Avropanın orta mənzilli hava təqaüd mərkəzinin superkomputer modelinin orta troposferdəki antisiklon və siklonların ümumi gedişi haqqında iyul ayının 27'sində gözlənilən tendensiya, iyul ayının sonlarında baş verir. Bu barədə danışmaq istəyirəm. Baxın, Sibir arasında iyul ayının 27'sində çox güclü bir orta troposferdə antisiklonik bloklanma gözlənilir. Bu proses o qədər güclü olacaq ki, baxın, Azərbaycan ərazisindəki və cənubdakı isti hava dalğaları orta troposferdən Sibir arasına, Ural dağlarına doğru yayılacaq. Deməli, Sibirdə orta troposferdə mövsümdən kənar bir istiləşmə, orada bir bloklanma gözlənilir və təbii ki, fizikanın qanunlarına uyğun olaraq, yəni şimal enliyi əgər normaldan çox isinirsə, orada yəni hava istiləşir, orada isti hava axınları daxil olub daşınır və oradakı sərin hava da dəniz səviyyəsi ilə güclü şimal şölləri ilə Bakıya doğru daşınır. Özdə bu antisiklonla siklonun cəbhə zonasında Azərbaycan arası yerləşəcəyi üçün iyulun 27'sində Bakıda şiddətli şimal şölünün əsməsi və bu prosesin fəsadlara səbəb olması potensialı yüksək risk olaraq qiymətləndirilir. Sibirdə və Ural dağlarında güclü antisiklon sistemi iyul ayının 27'sində orta troposferdə aktiv olacaq və baxın, burada bir siklonun təsirlə, yəni sərin cəbhə, isti cəbhə Azərbaycanda toqquşacaq. Bu da Bakıda güclü şimal şöllərinin iyul ayının 27'sində aktiv inkişafına səbəb olacaq. Avropanın ECMW və Avropanın orta mənzilli hava təqaüd mərkəzinin superkomputer modeli bu siqnalda verir ki, avqust ayının birinci həftəsində, baxın, burada Rusiyanın qərbində, Xəzər dənizinin şimalında, Ural dağlarının şimalında, Qərbi Sibirdə, orta troposferdə, atmosfer təsirində avqust ayının birinci həftəsində kəskin azalma gözlənilir. Bu da
şimalda vaxt yenə də soyuma yaradacaq və ola bilsin ki, bu sistem Azərbaycan arasında olur. Daxil olsun, bu sistemi izləmək vacib sayılır və digər modellər də baxarında göstərir. Amerikanın CFS modeli, bu model ECMWF modelinə yaxın model olduğu üçün mən CFS modelindən tez istinad edirəm. Bu QFS-dir, CFS modelidir, bu daha dəqiqdir. CFS modeli uzun müddətli modeldir və NOAA-nın CFS versiya 2 modelinin alt nömrə modeli sayılır. Deməli, burada hansı proses göstərilir? Bəli, burada deməli ECMWF ilə CFS modeli ortaq bir siqnal verir. Avqust ayında baxın burada deməli qərbi Rusiyada atmosfer təzyiqinin yüksəlib kəskin azalması potensialı var. Bu o deməkdir ki, orada bir hava dalgalanması gözlənilir və bu proses eyni zamanda bu proses nəticəsində baxın burada deməli Qazaxıstan ərazisində və Azərbaycan ərazisində isə atmosfer təzyiqində baxın burada azalma potensialı var. Avqust ayının 1-ci həftəsində baxın burada Azərbaycanda atmosfer təzyiqi azalacaq. Avropanın şimalında, Qərbi Rusiyada isə atmosfer təzyiqi artacaq. Deməli burada şimaldan bir soyuq hava dalğalarının Azərbaycan arasında yayılması gözlənilir. İndi bəziləri deyəcək ki, bu adam nə danışır? ECMWF göstərirdi ki, avqust ayının 1-ci həftəsində Rusiyanın qərbində atmosfer təzyiqi azalacaq, orta troposferdə CFS isə göstərir ki, atmosfer təzyiqi artacaq. Bunu belə oxumaq lazımdır. Modeldən oxunuş qaydası var. Yəni, Rusiyanın qərbində avqust ayının 1-ci həftəsində havada erkən, ilkin, yəni tez bir payız dalgalanması gözlənilir. Atmosfer təzyiqi həm azalacaq, həm də kəskin artacaq. Deməli, burada böyük bir dalgalanma gözlənilir və bu dalgalanma da təbii ki, Qafqazın cənubu, Azərbaycan arasında təsir edəcək və Azərbaycanda da hava şəraitinin avqust ayının 1-ci həftəsində Böyük Qafqaz, Kiçik Qafqaz, Dağlıq Şirvan, ən çox da Cəlilabad asılda vaxtından əvvəl bir payız yağışlarının başlaması risklərinə səbəb ola bilər. Lakin bu son hava təhlili deyil, yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Bu proses, baxın yenə də burada avqust ayının 1-ci həftəsi və 2-ci 10 günlüyünə doğru, baxın yenə də Azərbaycanda atmosfer təzyiqi azalır. Qərbi Rusiyada isə atmosfer təzyiqi artmağa davam edir. Deməli, burada bir şimal axınlarının təsirləri nəticəsində avqust ayının 1-ci, 2-ci 10 günlükdə hava şəraitinin tez-tez dəyişməsi potensialı Azərbaycan arasında gözləniləndir. Bir daha baxın, bildirirəm ki, avqust ayının 1-ci və 2-ci 10 günlükdə, ən çox avqust ayının 1-ci həftəsindən başlayaraq, baxın, buradakı antitsiklonun bu şəkildə dönməsi və antitsiklonun şərq qolu, şərq qolu və sağ qolu ilə burada sərin havanın və Qazaxıstan arasındakı isə ekstratronik siklon sisteminin gətirdiyi sərin hava dalğaları Azərbaycanda avqust ayının 1-ci həftəsindən başlayaraq vaxtdan əvvəl bir sərinləşmə proseslərini başlada bilər. Bu barədə diqqətli olmaq lazımdır və qlobal modelləri doğru düzgün oxumaq lazımdır. Ciddi bir proseslər gözlənilir. Baxın, avqust ayının 2-ci 10 günlükdə burada ciddi bir sərin hava dalğasının Azərbaycan arasında yaxınlaşması potensialı var. Bu da növbəti siqnalda avqust ayının 2-ci 10 günlükdə yenə eyni proses gözlənilir. Deməli, burada həqiqətən də bir mövsümdən kənar bir payızın ilkin siqnalları, riskləri var. Bu barədə bu prosesləri yaxından izləmək çox vacib sayılır. Alman modelləri baxaq, nə göstərir? Deməli, Alman modelləri iyul ayının son günləri üçün baxaq, hansı siqnalı verir? İyul ayının son günlərində, bəli, deməli, Qərbi Sibirdəki antitsiklonla Şimali Qafqazdakı siklon sistemi birləşəcək. İyul ayının 27-sində baxın burada siklonun, deməli, sağ qolu, antitsiklonun, deməli, sol qolu birləşir və Qafqazda ciddi bir hava dəyişikliyi yaradacaq. Bu da Xəzər dənizindən şimaldan güclü xəzər küləyin Bakıya doğru əsməsindən və Bakıda güclü küləyin əsməsindən nəticələnəcək. Deməli, yer səviyyəsindəki proseslərə baxın, küləyin sürəti haqqındakı məlumata baxanda biz baxın nə baş verir? Bəli, Alman modeli baxın Bakı ərazisində artıq narıncı kod dərəcəsinə uyğun, hətta açıq dənizdə isə qırmızı kod dərəcəsinə uyğun. İyul ayının 27-sində açıq dənizdə, Bakıda açıq dənizdə narıncı kod dərəcəsinə uyğun, açıq dənizdə iyul ayının 27-sində qırmızı kod dərəcəsinə uyğun bir şimal küləyinin əsməsi gözlənilir və Bakıda isə iyul ayının 27-sində narıncı kod dərəcəsinə uyğun bir güclü şimal küləyinin əsməsi gözlənilir. Deməli, bu iyul ayının 27-si
riskli görünür. İyul ayının 27-sində potensial olaraq Bakıda bir ciddi bir deməli şimal külələrinin dağıntılar yaratması potensialı var. Yəni bu proseslərin yaxından izlənməsi vacib sayılır və bu tendensiya haqqında yenilənmiş məlumatlar təbii ki kanalda yayınlanacaq. Bu proseslərin deməli bütün modellər yaxından analiz ediləcək və bu sistemin gedişi haqqında və hansı ərazilərə təsir etməsi haqqında isə kanalda yenilənmiş məlumatlar yayınlanacaq. Bir daha bildirirəm ki, iyul ayının 26-sı axşamından başlayaraq iyul ayının 27-sində Bakıda güclü və şiddətli şimal külələrinin fəsadlar yaranması potensialı var. Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində iyul ayının 27-sində narıncı xəbərlərə uyğun bir şiddət küləyi əsəcək və açıq dənizdə isə iyul ayının 27-sində qırmızı xəbərlərə uyğun güclü bir tufanın baş verməsi potensialı var. Avqust ayının 1-ci həftəsində baxın burada mövsümdən kənar bir soyuq hava dalğasının Xəzər dənizi şimalından keçməsi və Azərbaycan arasında da avqust ayının 1-ci, 2-ci və 3-cü gündə hava şəraitinin tez dəyişməsi potensialı var. Avqust ayı iyul ayından daha sərin görünür. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq.